Baxaq. Divarda 5 dənə saat asılıbdır. Bilinir ki, saatlardan biri 1 saat irəli gedir, biri 1 saat geriyə qalır. Yəni aralarında 1 saat fərq var. Biri isə düz vaxtı göstərir. 2 saat isə dayanıqdır ümumiyyətlə. Gəlin əvvəlcə saatları başına yazaq. Burada 6 tamamdır, burada 2 tamamdır, burada 4 tamamdır, burada 3 tamamdır, burada da 7 tamamdır. İndi baxaq. Nə deyir burada? Burada deyir ki, 3 dənə saat ardıcıl dayanıbdır. Biri düz vaxtı göstərir, düz. Bundan 1 saat geri, bu isə ondan 1 saat irəlidir. Gördünüz? İndi rəqəmlər içərisinə baxın, görün, o hansıdır? Yox, Aydan, düz tapmamışsan. Gəlin baxaq. Hansı rəqəmləri ardıcıl düzülübdür? Yusif, niyə baxmırsan? Hansı rəqəmlər burada ardıcıl düzülübdür? 1 saat, 1 saat fərqləri var aralarında. 2, 3, 4. 2, 3, 4. 4. İndi burada düz vaxtı göstərən hansıdır? Düz vaxtı göstərən hansı oldu? 3. Əlbəttə ki, 3. 6 ilə 7 yatıb. Bunlar 1 saat aralıqla bax. 3-dən 1 saat geri 2 saat 2-dir. 3-dən 1 saat irəli 4-dür. Deməli, doğru cavab nə olacaq? 3. Saat 3 göstərən hansıdır? D variantı. 6 ilə 7 ümumiyyətlə yatmışı düz vaxtı göstərmirdi. Başa düşdünüz?